Dünya tufanından sonraki mərhələlərdə tufandan xilas olmuş o insanlar Ur ərazisində, Azərbaycan ərazisində, Ağrıdağ, Gəmiqaya ətrafında bir daha yenidən yaşayış yerlərini bərpa etməyə başladılar. Yer üzünə həyatı davam etməyə, su tədricən çəkilməyə, ərazi bərpa edilməyə başladı. Tufandan xilas olmuş, xilas etmiş Həzrəti Nuh babamız sağ qalmış o dövr insanları bir yerə topladı. Sağ qalan əhali çox idi. Belə bir qərar qəbul etdi Nuh babamız. Tufana qədər Haçadağ, Gəmiqaya dağlıq ərazidə, mağaralarda yığılıb saxlanılan azuqə, dənli bitkilərin toxumları o mağaralardan axtarılsın, bir yerə toplanılsın. O dövr insanlar həmişə mağaralarda hər tədarüş dövründən sonra bütün əhalinin qidalanması və yeni yaz mövsümündə əkin işlərinin aparılması üçün dənli bitkilər toxumları qorunub saxlanılırdı. O mağaraları o dövr insanlar əziz, müqəddəs, xilaskarlıq kimi qəbul edirdilər. Bu səbəbdən mağaralar xilaskar, xilas edər kimi xarakterizə olunardı. Mağaralardan xeyli dənli bitki toxumları tapıldı. Həyat daha da şirin oldu. Bərpa edilməyə başlayan yaşayış sahələri ilə yanaşı təndirlər bərpa edilirdi. Təndir həndəsi quruluş formalı olmaqla yanaşı məna quruluşu idi. O təndirlər günəş, isti simvolikası olmaqla yanaşı dəyişməz, sabit isti yayan anlayışını daşıyırdı. Təndir düzəldilməsinə mütləq olaraq gildən istifadə edilirdi. Simvolik olaraq keçi tükündən az miqdarda yoğrulan gilə əlavə edilirdi. Bu keçi simvolu qah yerdə həyatın qoç bürcündən başlaması, işıq, isti mənasını daşıyırdı. Təndir üçün yoğrulan gilə mütləq duz dağından gətirilən duz miqdarı əlavə edilirdi. Duz ümumi halda temperatur hədlərini bərabər böldüyündən təndir üçün istifadədə təndir daxilində temperatur həddini bərabər bölünməsinə sabitliyi başqa köməkçi vasitə tələb olunmadan həyata keçirmək mənası daşıyırdı. Təndirə yapılacaq lavaş səhər vaxtı başlanılardı. Onun başlanma vaxtı günəşin şərqlə cənub arasında tənbölən nöqtəsində indiki vaxtla saat 11 başlanılardı. Təndirə lavaş yapan xanımın üzü günəşə doğru olardı. Əgər lavaş yapma müddəti artsaydı, günəş zenit nöqtəsinə çatanda lavaş yapan xanım təndir dairəsi ətrafında yerini dəyişib, zenit nöqtəsi səmtini tutardı. Məna o olardı ki, təndir dairəsi günəş dairəsi ilə tənbölən olsun. Çörək müqəddəs sayılırdı, ona görə ki, isti, işıqla hasilə gələr. Bir mənası da o idi ki, onun tərkibində duz bərabərlikləri böləndir. Çünki çörək heç vaxt sabitliyini dəyişməz. Qış vaxtı qidalananda vücudu üşütməz. Yay vaxtı vücudda istilik həddini artırmaz. Sabit olar, bərabərliyi təndir kimi bərabərliyə bölər. Bir mühüm məsələlərdən biri də mağara insanları adıdır. Tarixi keçidlərdə tarixçilər tərəfindən bu bir termin kimi ortaya atıldı. Burada məqsəd ilk insanı bir vəhşi, adam yeyən kimi xarakterizə etdilər. Amma həqiqəti təhrif etməyə başqa bir üslub düşünə bilmədilər. Mağaraları çox diqqətli, çox təmiz, səhmanlı saxlanılardı. Maraqlı cəhət ondadır ki, bütün səmavi kitablarda bütün peyğəmbərlər vəhiyləri mağarada aldıqları qeyd olunduğu, yəni ki, o vəhiylər təmiz, pak, sahmanlı, ardıcıllığı pozulmayan anlamı daşıyıb. Tufan ərəfəsindən sonraki mərhələlərdə Azərbaycan ərazisində məskunlaşan o insanlar arasında və yaddaşlarda çox mühüm yer tutan anlayışlardan biri qa-qu anlayışı idi. Bu anlayış çox mühüm bir anlayış hesab edilirdi. Yəni ki, qa işıq başlanğıcı olmasa, qu qida da olmayacaqdır. Bütün inşa edilən məbədlər işıq məbədləri adlandırılırdı. Çünki bütün başlanğıclar işıqdan, o işığın təmsilçisi isə günəş hesab olunurdu. O da məlum idi ki, günəş ətrafında hərəkətdə olan bütün planetlər günəşə möhtac olaraq hərəkətdədirlər.
Yəni ki, bütün planetlərə günəş işığı düşməsə, o planetlərin gecə vaxtı yerləri də naməlum olacaq və görünməyəcəkdir. O planetlərin hər biri yaradıcı işığa sahib yox, özləri günəş işığına möhtacdırlar. Günəş və günəş məbədləri inşaları indiki Peru ərazisinədək bütün Avropa ərazisində inşa edilən binaların fasadlarında günəşi simvolizə edən, günəşi binanın fasadlarına işarə kimi daxil edirdilər. Çox sonralar Azərbaycan ərazilərində günəş məbədləri inşa edilməyə başlandı. O məbədlərdən biri Abşeron yarımadasında, Bakı şəhərində, dəniz kənarında Qız qalası adı ilə indi də əzəmətlə günəşi simvolizə edir.